Salam müəllimlər. Bugünkü dərsimiz təfəkkürün növlərinə aiddir. Baxaq birinci testimizə. Uyğunluğu müəyyən edin. Müşahidə etmək, sual vermək, təcrübə aparmaq, əlaqənin yaradılması. Müəllimlər, bu olacaq yaradıcı düşünmə bacarığının reallaşdırmağın yollarını. Şagirdlərdə bu fəaliyyəti etməyə yönətmək lazımdır ki, onlar düşüncələrini fərqli istiqamətə yönəldə bilsinlər. Bəli, bu aid olacaq sual vermək bacarığına. Yəni şagirdlərə sual verməklə biz onların fərqli, yəni düşüncələrini fərqli istiqamətə yönəldə bilərik. Həmçinin şagirdlər hadisələrə, problemlərə fərqli yanaşma sövq edə bilərik. Müəllim şagirdə daim düşünməyə, müşahidə etdiklərini istənilən situasiya ilə assosiasiya yaratmağa yönətməlidir. Bu da aid olacaq müəllimlər əlaqənin yaradılmasına. Təcrübə aparmağa baxaq görək hansı uyğun gəlir, bir də əlaqənin yaradılmasına. Müxtəlif və fərqli insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrinin izləmək bu fəaliyyətlə bağlıdır. Bu da aid olacaq müşahidə etməyə. Bəli, müşahidə edərkən insan yaradıcı insanların, təcrübəli insanların, fərqli insanların fəaliyyətinə baxır və ona uyğun təcrübələri izləyir. 2-yə aid olacaq, deməli, 1-ə aid olacaq C variantı. Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapana dək çalışmağın lazım olduğunu bildirir. Bəli, bu təcrübə aparmağa aid olacaq. 3-ə də D. Deməli, variantımız olacaq A variantı. Baxırıq 2-yə. Müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşmasına daha az xidmət edir? Yəni, ən az xidmət edir. Müəllim şagirdlərə müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə və dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Bəli, bu aiddir. Şagirdlərdə problem həll etmə bacarığını formalaşdırır. Problemin həlli proseslərini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyatı situasiyalar təqdim edir. Bu da aiddir. Şagirdlərə birgə çalışa, bir-birləri ilə fikirlərini paylaşa biləcəkləri layihə işi verərək dəstəkləyici mühit yaradır. Bəli, şagirdlərin əməkdaşlığa, ünsiyyətə sövq edir. Onlar birgə çalışaraq layihə işini həyata keçirirlər. Müəllim şagirdlərin çətinliklə qarşılaşdıqlarını gördükdə emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onlara müxtəlif praktik məşğələlər keçir. Bu da uyğundur. Müəllim təqdim etdiyi problemin həlli yolunun addımlarını şagirdlərə aydın təlimatda çatdırır. Lazım gəldikdə konstruktiv rəy ilə təmin edir. Bu aydın olmayacaq. Çünki müəllim artıq aydın şəkildə problemin həll yolunu şagirdlərə çatdırdı. 3-ə baxaq müəllimlər. Deyir, hansı variantda uyğunluq gözlənilir? Baxaq. Argumentləri kənara qoyaraq öz mövqeyini gücləndirmək. Boş adam xətası, bəli, doğrudur. Danışanın fikrini yayındıraraq səsləndirdiyi fikri fərqli istiqamətə çevirmək. Bəli, bu çox mənalı danışmaqdır, boş danışmaqdır. Bu uyğundur. Ancaq yanlış yazıldığı üçün yəni bunu götürmürük. Fikri əsaslandırmaq üçün deyilmiş fikri sadəcə dəyişmək sirkulyar arqument. Bu da doğrudur. Deməli, 1-3 bizim doğru variantımız olacaq. Hörmət edilən şəxs nəyəsə inanırsa, bunun doğru olduğunu düşünmək, özünü bənzətmək. Bəli, bu da doğrudur. Sadəcə bizdən uyğunluğu soruşur. Orada yanlış yazdığı üçün götürmürük. Təfəkkürə aid edilə bilməz. Baxaq. Təfəkkür insan zehnində baş verən idraki prosesdir. Bəli, təfəkkür idraki proseslərimiz, idraki fəaliyyətimiz həyata keçirərkən baş verən proseslərdir. Təfəkkür xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Xeyr, müxtəlif sahələrlə bağlı elementlər cəmləşir. Təfəkkür insanda psixoloji assosiasiyalar, müxtəlif modellər formalaşdırmağa kömək edir. Bəli, bu da uyğundur. Təfəkkür informasiya axtaranda, ümumiləşdirəndə və fəaliyyət zamanı formalaşır. Bəli, insan idraki ilə əlaqədardır. İnsan ümumiləşdirmələr edəndə, informasiya axtaranda, problem həll edəndə onda təfəkkürün bütün formaları işə düşür.
təfəkkür refleksiya yolu ilə metakognitiv bilikləri formalaşdırır. Bəli, bu da doğrudur. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Baxırıq 5-ə. Tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən fərqləndirə bilirlər. Bəli. Tənqidi təfəkkürə malik şəxslər alternativ yollar tapmaqda səriştəli olurlar. Bu aid olacaq divergent düşünmə formasına, bu da məntiqi təfəkkürə aid, tənqidi təfəkkürə aid deyil. İnsan düşünərkən yalnız bir düşünmə formasını istifadə etmir. Bu düzdür, ancaq yanlışın altında olduğu üçün biz bunu götürmürük. Tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələlərə qeyri-standart yanaşma irəli sürə bilirlər. Yox, bu da aid deyil. Ona görə biz 1-4-ü götürəcəyik. Klasteri tamamlayın. Hadisələrə və problemlərə fərqli baxmaq bacarığıdır. Təkcə qabiliyyət və istedadla bağlı deyil, formalaşdırması mümkün təfəkkür növüdür. Bəli, hadisələrə və problemlərə fərqli baxmaq bacarığıdır. Bu tənqidi təfəkkürə aid olacaq. Təkcə qabiliyyət və istedadla bağlı deyil, formalaşması mümkün təfəkkür növüdür. Müxtəlif yanaşmalardan istifadə edərək yeni yanaşma nümayiş etdirir. Yəni biz buna uyğun olanı seçəcəyik. Elə bu aid olacaq. Müxtəlif yanaşmalardan istifadə edərək yeni yanaşma nümayiş etdirir. Uyğunluğu müəyyən edin. Gələn turistlərin bir neçəsi sarışındır, ruslar sarışın olur. Deməli, gələn turistlərin hamısı rusdur. Bəli, bu aid olacaq. Deməli, həddən artıq ümumiləşməyə. Bir neçəsi sarışınsa, deməli, turistlərin hamısı rusdur. Övladınız son zamanlar dərsə hazırlıqsız gəlir. Siz mənim yaxşı valideyn olmadığımı deyirsiniz. Yəni, demək istəyirsiniz, mən yaxşı valideyn deyiləm. Onda bu da aid olacaq boş adam xətasına. Yağlı xörəklərin yenilməsi məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Mən də yağlı yeməkləri yemirəm, çünki sağlamlığa zərərlidir. Bu da aid olacaq sirkulyar arqumentə. 4. Test tapşırıqlarının cavablarının çoxu səhvdir. Demişdim ki, imtahana qədər telefondan istifadəyə müddət qoyun. Telefondan istifadə etmirdim. Sadəcə gələn bildirişləri silirdim. Bu da aid olacaq çox mənalı danışmağa. Verilənlərdən biri divergent düşüncə tərzinin xüsusiyyətlərinə aid deyil. Bu düşüncəyə malik olan insanlar problemin həllinə müxtəlif perspektivlərdən baxır. Hər hansı bir problemin həlli yolu ilə bağlı alternativlər axtarır. Baxın, müxtəlif perspektiv divergentdir. Alternativ yol axtarmaqda divergentdir. Mövcud ideya ilə ən səmərəsini müəyyənləşdirməklə problemi həll edir. Bu aid olacaq konvergentə. Digərlər tez nəticə gəlmək qabiliyyəti aşağı olur, gec nəticəyə gəlirlər. Bu da düzdür. C variantı. Bax, burada olacaq. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Bu da divergentə. Hamısı divergentə aid oldu. C variantı konvergentə. Kitab-ı Dədə Qorqud dastanında Basatın Təpəgözü öldürdüyü bu əfsanəvi səciyyə daşıyır. Deməli, dastan yalnız real hadisələri əks etdirmir. Burada əfsanəvi elementlər də mövcuddur. Bu da aid olacaq induktiv mühakiməyə. Deməli, bunu da xüsusidən ümumiyə gəlir. Uyğunluğu müəyyən edin. Səmərəli düşünən şagirdin bacarıqlarına aid deyil. Bu tənqidi düşünmə formasına aiddir. Yəni tənqidi təfəkkürə aiddir. Hadisəni düzgün təhlil edirlər. Fikirlərini formalaşdırma və ifadə etməyi bacarırlar. Aid olmayanı soruşur bizdən. Bunlar doğrudur. Uzun və səthi müzakirələrdən yorulmurlar. Yəni uzun və səthi müzakirələr olmur. Fikirlərini əsaslandırmağı bacarırlar. Bəli, situasiyada problemi qabardırlar. Yox, bu deyil. Deməli, aid olacaq burada. 3, bir də 5. Situasiyada problemi qabartmırlar. 3, 5, B variantı. Yanlış fikri müəyyənləşdirin. Tənqidi və yaradıcı təfəkkür
Aha, tənqidi və yaradıcı deməli, təfəkkür formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Bəli, bütün yəni təfəkkürün formalaşmasında məntiqi təfəkkürün inkişafı vacibdir. Gələn nəticələrin doğru olması üçün onları əmələ gətirən prinsiplərin də doğru olması şərtdir. Bu da doğrudur. Ardıcıl düşünən şagird bir addımı bitirdikdən sonra digərinə keçir. Bəli, ardıcıl şəkildə. Verbal düşünən şagird sxem və cədvəlləri daha sistemli izah edir. Bu da qeyri-verbala aid. Analoji düşünmənin müqayisə bacarığının formalaşdırılması məqsədilə istifadə etmək olar. Bu da doğrudur. Hansı tapşırıq şagirddə tənqidi təfəkkürü formalaşdırmır? Təbiətdə qida zənci mövzusunda fərqli kitablardan qida zəncir mövzusunu fərqli kitablardan araşdırmaq. Bəli, bu doğrudur. Tənqidi təfəkkür formalaşacaq. Finlandiya təhsilini Cənubi Koreya təhsil sistemi müqayisə edərək dəyərləndirmək. Burada dəyərləndirmək sözü var. İnternet resurslarından istifadə edərək Kür və Araz çaylarının təsərrüfat əhəmiyyətini təhlil edəcək. Burada da tənqidi təfəkkür işə düşəcək. NATO təşkilatına üzv olan ölkələri sadalamaq və fəaliyyətini söyləmək. Burada artıq tənqidi təfəkkür yoxdur, məntiqi təfəkkür. Leyli və Məcnun əsərini müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək. Bu da aid olacaq tənqidi təfəkkürə. Baxaq 13-ə. Venn diaqramına əsasən doğru fikirləri müəyyənləşdirin. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Divergent, bəli, divergent düşüncə tərzinə malik olan şagirdlər əlavə fikirlər tapmağı xoşlayırlar. Problemin həllinə yaradıcı yanaşmır, yaradıcı yanaşırlar. Buna görə bunu götürmürük. 1 doğrudur. Tez nəticəyə gəlmək qabiliyyətləri yüksək olur. Xeyr, tez nəticəyə gələnlər konvergent tipinə malik olan şagirdlərdir. Situasiyaya uyğun səmərəli qərar çıxarılır. Bu hər ikisinə aid olur ki, hər ikisi səmərəli qərar çıxarılır. Yeni fikirlər tapmaqda çətinlik çəkirlər. Bəli, bu da aid olacaq. Bu konvergentə. Deməli 1, 3, bir dəqiqə. 1, 4, 5 D variantı olacaq. Elektron cihazlardan uzun müddət istifadə etdiyi insan sağlamlığı üçün təhlükə yarana bilər. Planşet, telefon, elektron cihazlardır. Bunlarda uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Ümumi bir qaydadan gəldiyi xüsusi qaydalara. Ona görə bu aid olacaq deduktiv düşünməyə. Yarasaların görmə qabiliyyətləri olmadığı halda onlar ötürdükləri siqnalların maneələrə toxunaraq geri qayıtması ilə istiqamətlərini müəyyən edə bilirlər. Onların bu xüsusiyyət nəticəsində radar sistemi yaradılmışdır. Nəyəsə baxıb yarasanın görmə qabiliyyətinə aid deməli radiasiya üzr istəyirəm, radar yaratdılar. Deməli nədənsə nəsə yaratdılar. Bu da aid olur analogiyanın tapılması. Oxşarlığı burada nə edilər? Oxşarlıq elədilər. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Bu isə ekologiyanın çirkləndir. Havada oksigen azalması ilə nəticələnir. Havanın çirklənməsi, oksigen azalması ağciyərlərin funksiyasına təsir edir. Bu da aid olacaq müəllimlər sistemli düşünməyə. Çünki bir sistem digərlərinə təsir edir. Bütün sistemlər bu deməkdir ki, bir-birinə vəhdət təşkil edir. Zəncirvari əlaqəlidir. Təfəkkürə aid verilmiş cədvəldə uyğunluğu müəyyən edin. Baxaq. Şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyəndir ki, əhalinin alıcılıq qabiliyyəti ilə həmin məhsul olan ehtiyacı arasında əlaqəni doğru təhlil etməlidir. Müəyyən edir ki, baxın, əhalinin alıcılıq qabiliyyəti ilə həmin məhsul olan ehtiyacı arasındakı əlaqəni doğru təhlil etməlidir. Bu tənqidi düşünür. Ardıcıl düşünmə deyil, yəni məntiqi deyil. Bizdən uyğunluğu soruşur. Şagirdlərə sinfi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcılığı və əhəmiyyəti izah edilib. Sonra prosesin simulyasiyası təşkil edilir. Deduktiv düşünmə. Əvvəlcə bir prosedur, qayda şagirdlərə öyrənilir. Buna uyğun simulyasiya təşkil olunur. Bu da olacaq deduktiv düşünmə. Bəli, doğrudur. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağa tapşırır. Divergent düşünmə. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağı tapşırır.
Bəli, şagirdlərə hər hansı bir bu divergent düşünmədir. Aha, bu zaman şagirdlərin divergent düşünmə qabiliyyəti olacaq. Bəli. Çünki müxtəlif yollar araşdıracaq, axtaracaq. Müəllim də araşdırmağı tapşırır, hazırlamağı tapşırır. Yanlış yazdığı üçün götürmürük. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobili idarə edir. Analoji düşünmə. Yox, bu nəyəsə uyğun olaraq müəyyən edir, ona əsasən avtomobili idarə edir. Bu məntiqi. Aha. Deməli, bizə ona görə yanlış yazıldığı üçün götürürük. 2-4. Kalbasa və səska məmulatlarının tərkibində ətlə yanaşı ciddi dərəcədə transgen soya maddəsi və geni dəyişilmiş xam maldan istifadə olunur. Belə ərzaqların qəbulu sağlamlığa ziyandır. Mən də kalbasa yemirəm, çünki sağlamlığa zərərlidir. Bu da aid olacaq sirkulyar arqumentə. Müəllim şagirdlərlə sinif iclası keçir və sinifdəki konflikti həll etmək üçün yeni həll yolu təklif etməyi onlara tapşırır. Müəllim şagirdə hansı təfəkkür növünü inkişaf etdirəcək? Yeni həll yolu, yeni təklif yolu, nəsə yaratmaq. Bu da aid olacaq yaradıcı təfəkkürə. Verilən mövzunu araşdıran şagird düşünür ki, əvvəlcə etibarlı mənbələri müəyyənləşdirməli. Sonra isə məlumatları qruplaşdırıb təhlil etməlidir. Belə düşünmə hansı düşünmə formasına aiddir? Baxın, şagird əvvəlcə deməli, etibarlı mənbə araşdırmalı, sonra məlumatları qruplaşdırmalı, sonra təhlil etməli. Yəni, bunlar ardıcıl şəkildə gedir. Aha. Baxaq. Şagirdlərdə müşahidə etmək bacarığının formalaşdırması ilə bağlı doğru fikir hansıdır? Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil etmək. Artıq bu təhlil edirsə müşahidə nəticəsində olanları. Deməli, bu aid olacaq elə təhlil etmə bacarığına. Yəni, bunlar hamısı tənqidi təfəkkürün bacarıqlarıdır. Diskusiyalar və debatlar aparılan zaman iştirak etmək. Bu ünsiyyətə aid olacaq. Yəni, ünsiyyət və fikir ifadə etmək bacarığı. Müxtəlif insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək. Elə aid olacaq müşahidə bacarığına bu. Cədvəli tamamlayın. Kür çayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdirmək. Xəritədə müəyyənləşdirirsə, bu qeyri-verbal düşünmə formasıdır. Aha. Sözün ilkin mənası onun həqiqi mənası. Deməli, daş divar birləşməsində hər iki söz həqiqi mənadadır. Deməli, biz nümunələrdən, hər hansı bir qaydadan sözün ilkin mənası həqiqi mənası. Ümumidən xüsusiyə gəldik. Deməli, olacaq deduktiv. Türkiyə Yunanistan subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsalı ilə məşhurdur. Lənkəran-Astara bölgəsi subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsal edə bilər. Bəli, bunlar aid olacaq, deməli, analoji düşünməyə. Məktəbimizin şagirdlərinin biri beynəlxalq təhsil sərgisində sahibkarlıq ideyalarını əks etdirən layihə ilə iştirak etdi. Onun bu layihəsi böyük marağa səbəb oldu. Verilmiş situasiya şagirddə hansı təfəkkür növünü inkişafına xidmət edir. Artıq şagird layihə hazırladı. Deməli, yaradıcı təfəkkürə malikdir. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilməz çətinliklə qarşılaşırlar. Tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir. Komandaya rəhbərlik edən şagird qrup üzvlərinin kiminsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir. Xeyr, bu aid deyil, çünki onlar birgə həll etməlidir. Müəllim yaranmış problemi həlli ilə bağlı tapşırığı texniki təcrübəsi tanınan şagirdlərdən birini həvalə edir. Burada da birlik əməkdaşlıq yoxdur. Şagirdlər yaranmış problemi aradan qaldırması məqsədi ilə bütün komanda üzvlərinin iştirakını təşkil edirlər. Ona görə C variantıdır. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Baxaq görək hansı etmir. Diskusiyalar, dilemmalar üzərində müzakirələrin təşkili. Müzakirə varsa, tənqidi təfəkkür var.
Problemli situasiya təqdim etməyin ən səmərəli həll yolunun seçilməsi ən sözü var. Bu da aid olacaq. Şagirdlərin öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi. Bu da uyğundur. Diskussiya zamanı diqqətlik, eşitdiklərini dəqiq təkrarlamaq bacarığın formalaşdırmasıdır. Heç vaxt diskussiya zamanı eşitdiyini təkrarlamaq olmaz. Hərə öz fikrini irəli sürməlidir. Debatlarda qarşı tərəfin nitqinin dəyərləndirməsi. Bəli, bu da aiddir. Klasteri tamamlayın. Təfəkkür növlərindən biridir. Problemə və onun həll yollarına qeyri-standart yanaşma nümayiş etdirir. Standart olmayan bir yanaşma. İnformasiyada dəqiqliyə baxırlar. Mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün, ardıcıl qaydada işləyirlər. Dəlillərə əsaslanaraq öz mövqelərini formalaşdırır. Risk almaq problemin həllində çeviklik bu cür təfəkkürə sahib insanların xüsusiyyətidir. Deməli, burada nədən söhbət gedir? Problemi və onun həll yollarına qeyri-standart yanaşma nümayiş etdirirlər. Tənqidi təfəkkürə aiddir. Ona görə D-ni seçəcəyik. Risk almaq problemin əlində çeviklik bu cür təfəkkürə sahib insanların xüsusiyyətidir.